Allah Teala Ali İmran suresinin 146. ayəsində buyurur: Bismillahirrahmanirrahim. Nə çox peyğəmbərlər olub ki, onlarla yanaşı möminlər Allah düşmənləri ilə vuruşublar. Onlara baş verən hər hansı bir müsibət və bəlaya görə nə süsləşdilər, nə zəiflədilər, nə də zillətə təslim oldular. Allah səbr edənləri sevir. Allah Teala bu ayədə mə'hu ribbiyyun buyurur. Mə'hu yəni peyğəmbərlərlə yanaşı, peyğəmbərlərlə birlikdə. Başqa ayələrdə də var ki, amənu bih, yəni peyğəmbərə iman gətirdi. Amma mə'hu çox mühümdür. Mə'hu yəni peyğəmbərlərlə, ilahi rəhbərlərlə birlikdə olmaq, yanaşı olmaq. Mümkündür ki, bir nəfər iman gətirsin, amma peyğəmbərin, ilahi rəhbərlərin yolunda canından, malından keçməsin. Hətta öz işlərində ilahi rəhbərlərdən, peyğəmbərlərdən qabağa keçsin. Danışıqda peyğəmbərdən, ilahi rəhbərlərdən qabağa keçsin. Ayə mə'hunu belə izah edir ki, möminlər peyğəmbərlərlə yanaşı Allah düşmənləri ilə döyüşdülər. Onlara hər hansı bir müsibət və bəla üz gətirdikdə nə süsləşdilər, nə zəiflədilər, nə də zillətə təslim oldular. Mə'hu yəni hər hansı bir çətinlik də olsa, müsibət də olsa, bəla da olsa, heç vaxt peyğəmbərləri, ilahi rəhbərləri tərk etməzlər. Ayə buyurur, bu möminlər ribbiyyundular. Ribbiyyun o kəslərdir ki, Allahla bağlılıqları möhkəmdir, alimdilər, arifdirlər, müqavimət əhlidirlər və öz işlərində ixlaslıdırlar. Bunların hamısı olsa ribbiyyun olur. Belə möminlər həmişə peyğəmbərlərlə, ilahi rəhbərlərlə yanaşı cəbhədə, döyüş meydanlarında olublar və heç vaxt çətinliklər zamanı, müsibət zamanı, bəla zamanı peyğəmbərləri, ilahi rəhbərləri tərk etməyiblər. Bəla və müsibət zamanı nə zəifləyiblər, nə süsləşiblər, nə də ki, zillətə təslim olublar. Həmişə mübarizə meydanında ilahi rəhbərlərə kömək ediblər.